Meyxanaçı Ələkbər Yasamallı BBC oğlunu qətlə yetirən həmkarı Rəşad Dağlıdan danışıb. Bu barədə o Qapqara layihəsində açıqlama verib. Ələkbər deyib ki, hadisəni anasından və yaxınlarından öyrənib. Hadisə baş verəndə mən Almaniyadaydım. Birinci Rasim zəng elədi, sonra anam. Rasim Rəşad İskəndəri vurub deyəndə elə bildim ki, bacım oğlu Rəşadı deyir. Sözsüz hər iki halda da mənə zərbədir, amma bacım oğlunun 19 yaşı var, bibim oğlunu öldürməyi. Soruşdum ki, anam bilir, dedi. Rəşadın qardaşı ağa zəng eləmişdi, onu da bildim ki, Dağlı Rəşadı deyir. Sonra soruşdum ki, indi xəstəxanadadır. Dedi ki, ölüb. Uzaqdaydım, özümü Rəşad üçün pis hazırlamışdım ki, Bakıya gələndə sözümü deyəcəm. Anam zəng elədi. Dedi ki, 40-ı çıxana qədər danışma, yoxsa sənə südümü eləmərəm. Ona görə 40 gün heç nə danışmadım, açıqlama vermədim. Anam mənə səbirli olmağı öyrətdi. Həm də Bakıya gələndə hadisələri gördüm. Başa düşdüm ki, ikisi də bədbəxtdir. Bəlkə də həbsxanada olsam Rəşadla danışardım, amma dustaq adam haqda necə danışım? Allah həbsxanada olan hər kəsin qapısını açsın. Zindan kişi üçündür. Allah onların balalarına səbir versin. Rəşada da Allah azadlığı duymağı nəsib eləsin. Allah şahid demişəm, Rəşad üçün o qədər də narahat deyiləm. Onun balaları o həsrət üçün narahatam. Rəşad kişidir. Sabah bilmirik başımıza nə gələcək.